Salam əziz izləyicilər, lövhədə monosaxaridlər haqqında məlumat görürsünüz. Ən birinci qlükozanın açıq quruluşunu çəkmişəm. Görürsünüz ki, 5 hidroksil qrupu var. Yəni qlükoza 5 atomlu spirt xüsusiyyətləri daşıya bilir. Həm də tərkibində aldehid qrupu var. Deməli, aldehid xüsusiyyəti də var. Qlükoza aldozalara aiddir. Sonra qlükoza oksidləşir. Aldehid kimi oksidləşərək bir oksigen atomu artaraq qlükon turşusuna çevrilir. Yəni burada gördüyünüz bu aldehid qrupu çevrilib olur karboksil qrupu. COOH olur. Və reduksiyasından da sorbit spirti alınır. 6 atomlu spirt olan sorbit spirti. Bu hissə CH2OH-a çevrilir. Özü 5 atomluydu. Bir OH-ı da artır olur 6 atomlu sorbit spirti. Glukozanın molekulunda burada işarələmişəm 4 dənə asimetrik karbon atomu var. Və açıq quruluşdan qapalı quruluşa keçəndə monosaxaridlərdə asimetrik qruplarının sayı bir vahid artır. Yəni glukozanın açıq quruluşunda 4 asimetrik karbon varsa, qapalı quruluşa keçəndə 5 asimetrik karbon olur. Amma açıq quruluşdan qapalı quruluşa keçəndə hidroksil qruplarının sayı dəyişmir. İkinci maddə burada yazdığım fruktozadır. Fruktozada aldehid qrupu yoxdur, əvəzinə keton qrupu var. Yəni aldehidlərin yox, ketonların xassələrinə oxşar xassələr göstərir. Amma fruktozada glukoza kimi 5 atomlu spirtdir deyə bilərik, çünki 5 dənə hidroksil qrupu var. Fruktoza glukozadan fərqli olaraq oksidləşmir. Çünki onun aldehid qrupu yoxdur, keton qrupu var. Necə ki, aldehid oksidləşir, keton oksidləşmir, eləcə də glukoza oksidləşir, fruktoza oksidləşmir. Amma fruktoza yenə də reduksiya olunaraq, yəni reduksiya necə baş verir? Hidrogen vasitəsilə. Üstünə hidrogen gəldikdə reduksiya baş verir və reduksiya olunaraq glukoza kimi sorbit spirti əmələ gətirir. 6 atomlu spirt. Fruktozanın açıq quruluşunda 3 asimetrik karbon var, qapalı quruluşunda bir vahid daha çoxdur. Riboza C5H10O5 açıq quruluşunu görürsünüz burada. Açıq quruluşda 3 asimetrik karbon atomu var və 4 hidroksil qrupu var. Qapalı quruluşda 4 asimetrik karbon atomu və 4 hidroksil qrupu var. Həmçinin ribozada aldehid xüsusiyyəti daşıyır. Həm oksidləşir, həm reduksiya olunur. Oksidləşir, yəni gümüş güzgü reaksiyasına daxil olur və yaxud mis-2 hidroksid vasitəsilə oksidləşir. Ribon turşusu əmələ gətirir. Həmçinin hidrogen vasitəsilə reduksiya olunaraq ribit spirtinə çevrilə bilir. 5 atomlu spirtdir ribit spirti. Dezoksiriboza haqqında formulu C5H10O4'dür. Ribozadan bir oksigen azdır. Həmçinin ribozadan bir hidroksil qrupu da azdır. 3 hidroksil qrupu var. 3 atomlu spirt kimi baxa bilərik. Aldehid qrupu var tərkibində. Aldozalara aiddir və 2 asimetrik karbon atomu var. Dezoksiribozanın oksidləşməsi və reduksiyası testdə düşmür. Ehtiyac yoxdur onu öyrənməyə. Hələlik bu qədər.